Hörmətli yoldaşlar, əziz kanal izləyiciləri, yenidən xoş gördük. Hər birinizi salamlayıram. Bugün də kod yazacağıq. Bugün isə dim test toplusundan kod yazacağıq. Belə ki, Python proqramlaşdırma dili sabit və dəyişən kəmiyyətlər şərt operatoru bölməsinə aid olan ətraflı yazılı cavab tələb olunan tapşırıqlardan kod yazacağıq. Ümid edirəm ki, bu videoda da nələrsə öyrənəcəksiniz və ən nəhayət daha yaxşı öyrənmək üçün mütləq kompüter qarşısına keçib öz kodunuzu özünüz yazmalısınız. Hətta bu videoya baxdığınız anda sualın yazılış qaydasında hər hansı bir öz fikriniz gələrsə, videonu saxlayıb öz kodunuzu yazıb yenidən videonun davamına baxa bilərsiniz. Biz isə vaxt itirmədən keçid alaq suallara. Deməli, ilk sual 101-ci sualdır. Bu şəkildə buna baxırıq. Daxil edilmiş n ədədinin A, B parçasının sağında, solunda və ya daxilində olduğunu yoxlayan proqramı Python dilində yazın. Deməli, ilk olaraq n ədədi daxil olunub. Həmin bu ədədin bu parçada olub olmadığına baxacağıq və eyni zamanda daxilində, solunda, sağında bunları yoxlayacağıq. Deməli, necə bir şey yaza bilərik? Məsələyə başlamadan öncə öz planımızı burada baxaq, necə yazacağıq. Əgər mən bu aralığı yoxlamaq istəyirəmsə, 5-in 2-dən böyük, 7-dən kiçik bərabər olduğunu yoxlamalıyam. Əgər bu şərt ödəniləcəksə, daxildədir. Və yaxud da ki, dəyişirəm burada. Əgər mənim daxil etdiyim n ədədi kiçikdən, yəni birinci ifadədən kiçikdirsə, onsuz da soldadır. İkincidən böyükdürsə, sağdadır. Əks halda, yəni solda deyilsə, sağda deyilsə, o zaman daxildədir. Bu şəkildə də yanaşma eləyə bilərik. Və beləliklə keçid alaq həmin kodumuzu yazmağa. Burada yazıram. İlk olaraq n ədədi daxil etdik. Ardınca A bərabərdir int input və eyni zamanda B bərabərdir int input da burada yazıq. Artıq bizim ifadələrimiz buradadır və yoxlayacağım if həmin bu n ədədi əgər kiçikdirsə A-dan, o zaman print solda da yaza bilərəm. Yox, burada deyilsə, əks halda əgər n böyükdürsə B-dən, deməli sağdadır. Bu şəkildə yazaq, sağdadır. Əks halda artıq yeni bir nəsə şərt yoxlamağa ehtiyac yoxdur. Print və burada yazırıq ki, daxildədir. İstəsəz yoxlaya bilərik. Buradan baxsaq. 7 daxil edirəm. 2 və 9 daxil edirəm. 7 daxildədir. Burada görürsünüz. Və davamında bir dənə də yoxlayaq. Gəlirik burada. 3 daxil edirik. N ədədimizi 6 və 15 daxil edirik. Soldadır. Bu şəkildə də nəticəni görürsünüz. Deməli, bu 101-ci sualın cavabı bu şəkildə idi. 102-ci suala keçək. 2-dən böyük n natural ədədi daxil edilmişdir. Daxil edəcəyimiz ədəd 2-dən böyükdür. N böyükdür 2. Əgər n ədədindən əvvəlki cüt ədədi, əgər yoxdur burada, n ədədindən əvvəlki cüt ədədi çap edən proqramı Python dilində yazın. Nəyə fikir verməliyik burada? Mənim daxil etdiyim ədəd tək ola bilər, cüt ola bilər. Əgər təkdirsə, məsələn 7-dirsə, özündən əvvəlki cüt ədəd 6-dır. Yəni 7-dən biri çıxmalıyam ki, 6-nı çapa verə bilim. Yox, əgər daxil etdiyim ədəd cüt ədəddirsə, məsələn 8, o zaman yenə də 6-dır. 8-dən 2-ni çıxmalıyam ki, 6 verilsin. Və salam. Deməli, bunu başa düşdüksə, burada yaza bilərik. 102-ci sualda bu şəkildə yazırıq. İlk olaraq n bərabərdir int input dedik. Biz n ədədini daxil etmiş olduq. Və bu ədədi yoxlayacağıq. Əgər, hətta yoxlaya bilərik ki, 2-dən böyükdürsə, if, yenə də burada yoxlayacağım. N faiz 2 bərabərdirsə 0-a, yəni bu cütdürsə, print, bunun içərisində yazaq, n çıxaq 2 və bunu da yazdıqsa, əks halda isə burada yazarıq, print n çıxaq 1 və yoxlaya bilərik. Burada yazıram, məsələn 16 yazıram, 14 çıxır və eyni zamanda gəlirəm, 15 yazıram, yenə də 14 çıxır.
Ümid edirəm ki, aydındır. 103-cü sual. Klaviaturadan daxil edilən 4 rəqəmli natural ədədin ilk 2 rəqəminin və son 2 rəqəminin olduğu ardıcıllıqla əmələ gətirdiyi ədədlərin bir-birinə bərabər olub olmamasını müəyyən edən proqramı Python dilində yazın. Deməli, ilk 2 rəqəm və son 2 rəqəm. Bunu bu şəkildə tapa bilərik. Bunlar bərabərdir, bunlar isə bərabər deyil. Bunu yoxlayacaq. Deməli, bunu da yazmaqdan ötürü gəlirik bura. Bizim daxil etdiyimiz ədəd burada olsun. Input. Hətta bu aydın olsun deyə, daha aydın olsun. Hər kəsi nəzərə alaraq bu şəkildə yazıram. ABCD. Ya bu dəyişəndir. ABCD dəyişəndir. Mən burada AB-ni, yəni nümunə üçün belə bir nümunə yazsaq, 2783 ədədindən 27-ni necə ala bilərəm? Bundan ötürü həmin bu ABCD-ni bölərəm 100-ə. O zaman 27'ni alacağım və eyni zamanda CD də bərabərdir ABCD-ni 100-ə böləndə qalığı yoxlayacağım. Baxaq görək ki, düz aldıq yoxsa yox. AB və CD. Bunu bu şəkildə yazıram və yoxlaya bilərəm. Deməli, burada yoxladığımız anda gəlirəm 25, 25. 25, 25 bu şəkildə çıxdı gördüyünüz kimi və eyni zamanda 36 və 18 deyə 36 və 18. Deməli, biz parçalaya bildik. Bunu parçalamışıqsa, o zaman biz if'i verə bilərik. Deyə bilərik ki, if AB bərabərdirsə CD-yə, deməli bunlar nədir? Bərabərdir. Burada nə çıxırdı? Yes mi çıxırdı? Bərabərdir. Burada yazaq bərabər. Əks halda isə print bərabər deyil. Bunu bu şəkildə yoxlaya bilərik. Hətta bunu başqa bir versiyada da yaza bilərik. Hər halda bu versiyanda düşünənləriniz var və deyək ki, yenə də ABCD bərabərdir int input ədəd olaraq bunu daxil etmişəmsə, burada artıq getdi deyəsən. Bunu daxil eləmişəmsə, biz bilirik ki, bunu biz sətirlərə keçirsək, ABCD bərabərdir STR ABCD yazarıq və ilk 2 indeksini yoxlaya bilərik. İndeksə görə baxa bilərik. Həmin bu ABCD-nin belə bir şey yazarıq. If ABCD-nin ilk 2 indeksi 0, 1'dir. Biz 0 və 2 yazmalıyıq ki, 2 aid deyil, 1'i götürsün. Amma bunu yazmasaq da onsuz da başlanğıcdan götürür. Əgər bu bərabərdirsə, yenə də ABCD-nin indeksindən baxacağıq. Bu C neçədən başlayır? 0, 1, 2-dən başlayır. Yəni 2-dən etibarən 2 yenə də 4 yaza bilərik ki, 3'ü götürsün. Amma nəzərə alsaq ki, burada 4 rəqəmlə də daxil olunacaq. O zaman 2-dən axıra qədər də yazmağımız yetərli ola bilər. O zaman bu buna bərabərdirsə, artıq bunları yaza bilərik. Bərabər, əks halda isə bərabər deyil. Yoxlayaq istəyirsiniz. 27, 27 burada bərabərdir və əks bir şey yazaq. 89 burada bərabər deyil. Bu şəkildə yaza bilərik. Yəni bu sizə qalan bir şəkildə baxışdır. Hansını istəsəz yaza bilərsiniz. 104-cü suala keçid alırıq. Klaviaturadan daxil edilmiş, bunu bir qədər böyüdək. Klaviaturadan daxil edilmiş 3 rəqəmli tam ədədin modulunun rəqəmlərinin kubları cəmi ilə rəqəmlərin kvadratları cəminin fərqini çap edən proqramı Python dilində yazın. Yenə də məsələni başa düşməyə çalışırıq. Klaviaturadan daxil edilmiş 3 rəqəmli tam ədəd. Tam ədəd deyir. Bu mənfi də ola bilər, müsbət də. Amma modul dediyinə görə biz belə bir şey deyək. ABC bərabərdir int input. Bunu yazdıq. Və bundan sonra biz bunu modula keçirdə bilərik. ABC bərabərdir modulun tapılmasıdır bu. Bununla bunu qarışdırmayın. Bu artıq modulun tapılması. Bu isə dəyişəndir. Biz bunu modulunu tapdıq. Modulunu tapandan sonra isə biz kubları, rəqəmlərin kubları cəmi. Yəni bu burada yazsaq necə olar? Burada yazıram. Yəni A kubu plus B kubu üstə gəlir C kubu. Bundan çıxacağıq rəqəmlərin kvadratları cəminin fərqini. Yəni A kvadratı plus B kvadratı və üstə ilə C kvadrat. Bunu yazacağıq və printin içərisində bunu da ekrana göndərəcəyik. Deməli odur ki, biz burada
yazaq. 104-cü sual idisə, burada qeyd edirik. İlk olaraq A, B, C bərabərdir int input. Hətta bunu birbaşa yenə də gəlib yaza bilərik belə. Eyni zamanda da modunu tapa bilərik. Bunu tapdıqdan sonra biz rəqəmləri tapmalıyıq. Deməli, A-nı tapmalıyıq, sonra B-ni tapmalıyıq və C-ni tapmalıyıq. Nümunə yazsaq bura, bir nümunə yazaq. Deyək bu şəkildə 278-dir. Təbii ki, biz A ədədi, yəni 2-ni tapmaqdan ötürü bu ədədi 100-ə bölsək, tam olaraq 100-ə bölsək biz 2-ni tapacağıq, yəni A-nı tapacağıq. Eyni zamanda bu ədədi 10-a bölürük, A, B, C-ni bölürük. Yəni, hələ ki, belə yazaq, bölək 10. Biz 10-a böldük, artıq 8 getdi, 27 qaldı. 27 qalıbsa, faiz yenidən 10 desək, biz yenə də B-ni tapacağıq və C də bərabərdir ABC faiz 10 yazırıq, son rəqəmi tapırıq. Hətta bunu əksinə də yaza bilərdik, belə də yaza bilərdik. B bərabərdir ABC-ni biz bu ifadəni qalıq 100-ə bölərik, 78-i taparıq, faiz 100, 78-i taparıq. 78-i tapmışıqsa, buradan 7-ni tapmaqdan ötürü nə edə bilərik? Bölərək ona bu şəkildə də tapa bilərik. Deməli, bizim artıq A, B, C hazırdırsa, ekranda bunu çap edə bilərik. A üssü 3, üstə gedək. B üssü 3, üstə gedək. C üssü 3. Bunu yazdıq və gəlin bunu da bir dənə mötərizəyə alaq. Və bundan çıxacağıq. Elə bunları yazsaq bəs edəcək. Burada olacaq 2, burada olacaq 2 və burada da olacaq 2. Mötərizəmizin də birini bağlayırıq. Kubları cəmindən kvadratları cəminin çıxırıq. Burada da yazdıq. Düşünürəm ki, hər şey aydın oldu. Burada bir dənə bunu yazaq belə bizə mane olmasın. 104-cü sualda bu şəkildə idi. 105-ci suala tərəflərinin uzunluğu verilmiş üçbucağın növünü, bərabər tərəfli, bərabər yanlı və müxtəlif tərəfli müəyyənləşdirən proqramı Python dilində yazın. Deməli, üçbucağın üç tərəfini nəzərdə tutsaq, A B-yə bərabər olarsa və bu da C-yə bərabər olarsa, deməli bu bərabər tərəflidir. Yox, deyə bilərik ki, A bərabər deyil B-yə, A bərabər deyil C-yə və eyni zamanda nə yaza bilərik? B də bərabər deyilsə C-yə, yəni fərqlidirsə, bunlar müxtəlif tərəflidir. Yerdə qalan hal isə bərabər yanlı halıdır. Onu da S halına buraxsaq daha yaxşı olar deyə düşünürəm. Bu şəkildə yazırıq. 105 gəlir. Deməli, yenə də ona görə 3 dənə qiymət daxil edəcəyik. ABC tərəfləri və bunu yazacağıq. Gəlin bunu isə bu şəkildə yazaq. ABC bərabərdir map funksiyasından istifadə edib yazırıq. Map funksiyası həmin giriş daxil etdiyimiz ifadələrin bir sətirdə daxil olması üçün bizə dəstək olur. O işi görən belə deyək də funksiyadır. Bunu yazdıq. Həmin daxil edəcəyimiz ifadənin int tipində olduğunu qeyd edirik və inputda daxil edirik. Və bundan sonra isə split deyirik. Split'i də ona görə deyirik ki, bizim daxil etdiyimiz ifadədəki boşluğa görə qərar versin ki, bunlar fərqli-fərqli ədədlərdir. Və burada artıq yoxlaya bilərik. Deyə bilərik ki, əgər A bərabərdirsə B-yə, and A bərabərdirsə C-yə, and bunu da yazaq, B bərabərdirsə C-yə, burada yaza bilərik ki, print bərabər tərəfli. Üçü də bir-birinə bərabərsə, bərabər tərəflidir. Əks halda əgər elif A deyərik ki, bərabər deyil B-yə, and A bərabər deyil C-yə və and A, o da A yox, burada səhv yazdıq. B bərabər deyilsə C-yə, o zaman print müxtəlif tərəfli. Müxtəlif tərəfli və else isə bərabər yanını saxlayırıq. Çünki oradakı xırdalığı özü avtomatik olaraq burada nəzərə alacaq. Print bərabər yanlı. Çalışdırdım. 25, 25, 25. Bərabər tərəfli. Gördüyünüz kimi bir sətirdə daxil elədim və boşluğa görə split qərar verdi və bunu başqa ədəd olduğunu bildi. Növbəti çalışdırıram. 25,
36, 98 müxtəlif tərəflidir və bir də çalışdıraq. 32, 41 və 32 bərabər yanlı nəticəsi çıxmış oldu. Keçə bilərik artıq digər suala. 106-cı sual. Klaviatura ilə daxil edilmiş natural ədədin 6-ya tam bölünməsini yoxlayan proqramı Python dilində yazın. Nəticə ekrana şərtdən asılı olaraq hə və ya yox kimi çap edilsin. Deməli, ədəd 6-ya bölünürsə, deməli yes çıxacaq, əks halda no çıxacaq və bunu da yazaq. 106 bu şəkildə yazdım. N bərabərdir int input yazırıq. Və burada yoxlaya bilərik. If n faiz 6 bərabər 0-dırsa print yes və else isə deməli digər halda bölünmür print no. Print no. Bu da bu məsələnin həlli idi. Ümid edirəm ki, aydın oldu. 107-ci suala keçək o zaman. Klaviaturadan daxil edilmiş 4 rəqəmli natural ədədin ortasındakı 2 rəqəmin əmələ gətirdiyi ədəd təkdirsə, onların hasilini əks halda onların cəmini çap edən proqramı Python dilində yazın. Deməli, bizə ədədin rəqəmlərini də tapmaq lazımdır. Eyni zamanda bunu tapacağıq. 4 rəqəmlidir. Ortadakını. Bunu da yenə də sətirdən istifadə edib tapa bilərik. Amma burada rəqəmlər də ayrıca lazım olacaqsa elə normal qaydada tapmamız daha yaxşı olar deyə düşünürəm. 107-ci suala keçid alaq və burada yazıram 107. N bərabərdir int input. Burada biz ilk olaraq ortadakı rəqəmi tapacağıq. Amma bunu öncə belə bir şəkildə yaza bilərik. Hər kəsə aydın olsun deyə yenə də bu şəkildə yazıram. İlk olaraq AB-dən, hətta bunu da gəlin ABCD yazaq. AB bərabərdir. Həmin bu ifadəni ABCD-ni biz 100-ə bölsək, hansı ifadəni AB-ni tapa bilərik. Və bu AB-dən də biz B-ni tapa bilərik də əlbəttə ki. Biz faiz 10 yazarıqsa B-ni tapacağıq. O zaman artıq yəqin ki, aydın oldu. Bu ardıcılı düşünsək B-ni tapdıq. Və C-ni tapmaq istəsək, yenə də gəlirik CD yazırıq. CD bərabərdir. ABCD-ni faiz 100-ə bölsək, CD-ni tapırıq. Və bu ifadəni də 10-a bölsək, deməli C-ni tapmış oluruq. Yoxlayaq istəyirsinizsə ki, düz tapdıqmı? B və C-ni çapa verək. Deməli 2, 5, 9, 8 daxil edim. 2598. 5 və 9-u çıxartdı. İndi bundan biz 2 rəqəmli ədəd düzəldə bilərik. Yəni bu rahat bir şey olacaq. Hər halda bunu bildiniz. Deməli yeni ədədimiz bizim bərabərdir. Bura K yazıram. K bərabərdir. B-ni biz 10-a vursaq, üstünə də C gəlsək, artıq bu bizim ədədimiz olmuş olacaq. İndi bizim aldığımız bu ədəd. Əslində bu ədədi tapmadan da artıq biz bilə bilərik. Onsuz da C son rəqəm olduğuna görə onu da yoxlaya bilərik. Amma belə yazaq. If K faiz 2 bərabərdirsə 0-dırsa, bir də məsələ şərtinə baxmam lazımdır. 2 rəqəm əmələ gətirdi tezsə onların hasilini, əks halda isə cəmini. Deməli, cütdürsə biz nə edəcəyik? Printin içərisində yazacağıq A plus B və əks halda isə burada yazırıq print A vuraq B. Neysə burada düzgün yazmamışıq. Üzrə hesab edin. Burada B və C-ni toplayırıq. B və C-ni və eyni zamanda burada da həmçinin B və C-ni. Dəyişənlər düz gəlməlidir və yoxlasaq. Burada yoxlayırıq. 3, 5, 8, 9. 58 cütdür və bunun cəmi 13 bizə qaytardı burada gördük və eyni zamanda gəlirəm burada 8, 5, 3 və 6, 53 təkdir və bunların da hasilini bizə vermiş oldu. Keçid alaq. 107-ci sual idi bu. 108-ci suala. Doğulduğunuz ayın sıra nömrəsini klaviaturadan daxil etdikdə ad gününüzün hansı fəslə düşdüyünü təyin edərək çap edən proqramı Python dilində yazın. Hər halda bu bilirsiniz ki 12 ay var. 12 aydan 3 fəsillərə bölünür. Yəni dekabr, yanvar, fevral. Bunlar qış aylarıdır. Mart, aprel, may yazdır. Mart, aprel, may. Sonra iyun, iyul, avqust yaydır.
Sentyabr, oktyabr, noyabr isə payızdır. Bu aralığı bilirik və təbii ki, bunların da hansı nömrəli olduğunu bilirik. Yəni dekabr 12-ci aydır, yanvar 1-ci aydır, fevral isə 2-ci aydır. Bunu nəzərə almalıyıq. Bunu da nəzərə almaq üçün gəlin burada yoxlayaq. 108-ci sualı bu şəkildə yazırıq. Deməli, n bərabərdir int input yazıram. Bunlara uyğun olaraq bizim yoxlayacağıq. Nömrəni daxil edəcək və nömrəyə görə yoxlamamız lazımdır. If deyəcəyik n bərabərdirsə 12 or n bərabərdirsə 1 or n bərabərdirsə 2. Bunlardan biridirsə ekranda çıxsın ki, print qış. Bu şəkildə yazdıq. Elif əks halda əgər n bərabərdir. Deməli, bunu burada yazdıq. Qışdan sonra yaz gəlir. Hətta bunu belə yaza bilərik. Artıq bundan sonrakiləri yaza bilərikmi belə? N böyük bərabərdirsə 3-dən, yəni mart, aprel, may olacaqdır. And n kiçikdir, bərabərdirsə 5. Bu aralıqdadırsa ekranda çıxsın print yaz. Əks halda əgər n böyük bərabərdir 6 and n kiçikdir, bərabərdir 8 print yay. Bunu yenə burada əks halda yaza bilərik, amma gəlin belə bir şey yazaq. Bir dənə də elif yazaq. N böyük bərabərdir. Deməli 9 sentyabr, oktyabr, noyabr. And n kiçikdir, bərabərdir 11-dirsə ekranda çıxsın print və burada yazıram payız. Özümüz üçün əlavə olaraq belə bir şey yazarıq. Əks halda print düzgün nömrə daxil edilməyib. Buna əlavə olaraq yazdım. Deməli, burada yoxlaya bilərik. İstəyirsiniz, yoxlayaq. 12 yazıramsa qış ayına uyğun gəlir və yaxud da ki, 7 yazıramsa yay ayına. 7-dirsə, burada bu aralıqdadırsa yaya uyğun gəldi. Bu da növbəti sualın cavabı. 109-cu sual. Klaviaturadan n də 100-dən kiçikdir. Natural ədəd daxil edilir. Bu ədədin neçə rəqəmli olduğunu çap edən proqramın Python dilində yazın. Natural ədəd daxil olunur. Deməli, 100 aralığındadır. 100 də daxil deyil. Neçə rəqəmli olduğunu. Deməli, burada iki variant var. Ya tək rəqəmlidir, ya da iki rəqəmlidir. Tək rəqəmli olması üçün 10-dan kiçik olmalıdır. Yox, iki rəqəmli olması üçün 10-dan böyük bərabər 100-dən kiçikdir olması lazımdır. Və yenə də bunu yoxlayaq burada. 109-cu sual. Deməli, bir ədəd daxil edirik. N bərabərdir int input. Bu şəkildə yazdıq və bir qədər də bunu istəyirsiniz böyüdək. Rahat olsun. N bərabər int input yazdıq. Burada yoxlaya bilərik. If. Hətta bunu da yoxlaya bilərik. Əgər ədəd kiçikdirsə 100-dən and n böyükdürsə 0-dan. Bu aralıqdadırsa və təzədən bunun içərisində yoxlayırıq. If. Bunu yenə də rəqəmlərin sayını sətir olaraq da sətrə çevirib lenlə tapa bilərik. 1-ə və 2-yə bərabərdirsə. Amma belə yazmamız da yetərli olacaq yəqin ki. N böyükdürsə 10-dan print. Hətta 10 yox. Böyük bərabərdirsə 10. Böyük bərabərdir 10-sa print 2 rəqəmli. 2 rəqəmli əks halda print tək rəqəmli. Bu şəkildə yazdıq və yoxlaya bilərik bunu. Məsələn, çalışdırdıq. 15 daxil edirik. 2 rəqəmli burada görünmüş olur və 9 daxil edirik. Tək rəqəmlini də burada görmüş oluruz. Baxa bilərik növbəti suala. 109-cu sual idi. 110-cu suala. Klaviaturadan n natural ədəd daxil edilir. Bu ədəddən dərhal əvvəl və sonra gələn ədədi və onların tək və ya cüt olduqlarını təyin edib çapa verən proqramı Python dilində yazın. Deməli, daxil etdiyimiz bu ədədi yoxlayacağıq və bu ədəd cütdürsə
n faiz 2 bərabərdirsə 0-a, deməli bu cütdür və cütdürsə necə olsun? Hə, print bu şəkildə yazaq. Ekranda, yəni həmin bu n-dən 1-i çıxacağıq və n plus 1-i yazacağıq və təbii ki, bura yazacağıq təkdir. Əks halda isə bunu yazacağıq və cütdür ekranda çıxsın. Yəni təkdirsə 1 vaid çıxacaq, cüt olacaq, 1 vaid üstünə gələcək, cüt olacaq. Cütdürsə 1 vaid çıxanda tək, 1 vaid üzərinə gələndə yenə tək olacaq. Bunu nəzərə alır. Deməli biz daxil etdiyimiz ədədin özünü yoxlasaq ona qərar verə biləcəyik. 110-cu sual idi, səhv eləmirəmsə. Və burada yazıram n bərabərdir int input. Bunu yazdıqdan sonra yoxlaya bilərəm if n faiz 2 bərabərdir 0-a. Deməli bu cütdür və cütdürsə ekranda çıxsın ki print n çıxaq 1 n plus 1 və print dedik nə olsun? Tək ədədlərdir. Bunu yazdıq. O zaman cüt deyilsə başqa alternativ olaraq sadəcə tək olduğu qalır və bunu da burada yapışdırsaq. Burada da yazırıq ki cüt ədədlərdir. Cüt. Deməli nümunə olaraq baxsaq 13 daxil edək, görək nə çıxır burada. 13 daxil elədik. 12, 14 cüt ədədlərdir. Ekranda görmüş oldunuz. 111-ci sual. Klaviatura ilə daxil edilmiş x tam ədədi üçün belə bir şərt var. X 5-dən kiçik bərabər olanda bu hal işləyəcək. X 7-dən böyük olanda bu hal işləyəcək. Əks halda, yəni 5-dən böyük, 7-dən kiçik bərabər olanda isə üçüncü hal bu işləyəcək. Deməli, bunlardan birini əks halda saxlayanda biz işimizi görə bilirik. Və bəri başdan onun deyim ki, modul ifadəni tapmaq üçün bu funksiyadan istifadə edəcəyik. Bu şəkildə yazacağıq. X plus 2. Təbii ki, 3 vura x yazacağıq. Bunu bilirsiniz. Və eyni zamanda kökaltı ifadəni tapmaqdan ötürü düzdür. Import məhz kitabxanasını əlavə edib onun da üzərindən iş görə bilərik. Amma hələ ki ona keçmək istəmirəm. Burada necə edə biləcəksiniz? 3 vuraq x üstü 4. Üstə gələk 10. Bu kökün altındakı ifadəni burada yazdıq. Və bunun da üzərində bu ikinci dərəcədən olduğunu nəzərə alsaq 1/2 ya da 0,5 yazmağımız yetərli olacaq. Təbii ki, üzərinə onu da burada gəlib yazmış olacağıq. Əks halda isə bunu saxlaya bilərik. Yəni ya da bunu hesablayıb əks halda bunu saxlaya bilərik. Daha yaxşı olar. Ən azı iki şərt verməyədən. Deməli yazaq burada o zaman 111 Python sualı bu şəkildə yazdım. Bura baxırıq. Deməli x ədədi daxil olunacaq və bu şərti yoxlayacağıq. X bərabərdir int input. Bunu da bu şəkildə yazım ki, o hissəni görə bilək. X bərabərdir int input. Bunu yazdıq burada və davamında yazacağım ki, if x. Burada yazmışıq. Əgər kiçikdir, bərabərdirsə 5-dən, o zaman y nə olsun? Y bərabər olsun. Bunun modunu tapırıq və x üstə gedək 2-ni yazırıq və davamında üstə gedək 3 vura x-i yazırıq. Yox, əgər elif x böyükdürsə 7-dən, o zaman nə olsun? O zaman olsun ki, y bərabərdir x kubu. X kubu çıxaq 2. Bunu yazırıq. Əks halda bir variant qaldı. Ona xüsusi şərt vermirik. O zaman amma onun şərtində nə olacaq? Onu yazmalıyıq. Y bərabərdir. Bayaq dediyim kimi 3 vuraq. 3 vuraq x üstü 4. Bunu yazdıq. Üstlərinə gəlirik 10-u. Və davamında da yazırıq 0,5. Üstə gələk. Bir dəqiqə. Bu şəkildə. Bu ifadənin üzərində x üstü 4 üstə də 10. Bunun üzərində 0,5. Düşünürəm ki, düz yazdıq. Və burada isə print y yazmaqla məsələni həll etmiş oluruq. Deməli, yəqin ki, aydın oldu. Bunu burada saxlayaq. Bunu da burada. Hər halda gördünüz. Yəni, hər birində y hesablayacaq. Sonda y çapa veririk. 5-dən kiçik olanda bu, 7-dən böyük olanda bu və əks halda isə bu. 112-ci suala keçək o zaman. O da bu tipdə məsələdir və burada baxırıq ki, AB-dən kiçik olarsa bu haldır. AB-yə bərabər olarsa bu haldır. Əks halda isə bu haldır. Bəli, yenə də
2 şərt bloku deyək də, yəni bizim işimizi görəcək. Əks halda bunlardan birini saxlaya bilər. Yəni 3 dənə elif ya da if verməyə ehtiyac yoxdur. Odur ki, burada da yazaq. If A və B ədədlərini daxil edəcək. Bu dəfə if-i birbaşa yaza bilmərik. A bərabərdir int input və eyni zamanda B bərabərdir int input. Bizim daxil etdiyimiz tam ədəd dediyinə görə bu şəkildə yazdıq. İndi bunları müqayisə apara bilərik artıq. If A kiçikdirsə B-dən, bu halda nə olsun? Z bərabərdir. Bunu yazırıq. Burada diqqətli olmalısınız. 3 B-ni böləcəyik. 3 vuraq B-ni böləcəyik. Modul A çıxaq B-yə. Bunu mötərizədə yazırıq ki, A çıxaq B-yə tam olaraq bu şəkildə bölsün. Və bunun üzərinə gələcəyik. 3 vurağı unutmuruq burada. A plus B-ni gəlmiş oluruq. Bunu bu şəkildə yazdıq. Keçək növbətiyə. Əks halda əgər, yəni A bərabərdirmi B-yə? A B-yə bərabərdirsə, bu zaman yenə də Z bərabərdir. Bunu bu şəkildə yazıram. 2 vuraq A üssü 2. Üstə gələk. Modul yazırıq. B üssü 3. Bunları topladıq və bunları topladıktan sonra isə bunun kvadrat kökünü alması üçün bayaq da bunu yazdıq. Yəqin ki, bu artıq aydın oldu sizə. Üssü yazacağıq 0,5. Və əks halda isə baxaq görək nə yazacağıq. Əks halda isə A kvadratı bölək modul A plus B. Əks halda Z bərabərdir A kvadratı. A vurağa da yaza bilərik. Elə belə yazmışıq. Bölürük. Modul necə idi? A plus B. A üstədə B. Deməli, A kiçikdir B olanda bu hal, A B-yə bərabər olanda bu hal, əks halda isə, yəni A B-dən böyük olanda isə bu hal işləyəcək. Print Z-i çapa verə bilərik. Bu da bu məsələnin həlli qaydası. Keçək 113-cü suala. Klaviaturadan 3 tam ədəd daxil edilir. Əgər bu ədədlərin 3-ü də eynidirsə, 3, ixtiyari ikisi eynidirsə 2, 3-ü də fərqlidirsə 0 çap edən proqramı Python dilində yazın. Deməli, bu 3 ədədi müqayisə aparacaq. Əgər hər biri bir-birinə bərabərsə 3. Yox. Heç biri bərabər deyilsə, o zaman 0 versin. Əks halda, deməli, ikisi bir-birinə bərabərdir. Yenə də bunu if, elif, s-lə yaza bilərik. 113-cü suala gəldik. Deməli, yenə də A, B, C bərabərdir. Map funksiyasını istifadə edərək bunu yazırıq. Int yazmadıq. Və burada da yazırıq input nöqtə split. Bunu yazandan sonra artıq yoxlaya bilər. If A bərabərdirsə B-yə and A bərabərdirsə C-yə and B də bərabərdirsə C-yə. Deməli, buradan çıxır ki, print ekranda 3 yazsın. Və burada yazırıq elif A bərabər deyil B-yə and B bərabər deyil C-yə və yenə də and yazıram. A eyni zamanda bərabər deyil C-yə. Yəqin ki, düz yazdıq. A B-yə bərabər deyil, C-yə bərabər deyil, B də C-yə bərabər deyilsə, burada print 0 da yaza bilərik, belə yazdım. Əks halda isə yazarıq ki, print 2. Yəni, istənilən ikisi bərabər olacaqsa, deməli bu 2 verməsi lazımdır. Baxaq görək, həqiqətən elədirmi? Ədəd daxil edirəm 25, 36 və 25. 2-ni burada görürsünüz. Digərlərində yoxlamırıq artıq. 113-cü sual bu şəkildedir. 114-cü sualda klaviaturadan eyni günə aid 2 müxtəlif vaxt, saat, dəqiqə, saniyə ardıcıl olaraq daxil edilir. Bu iki vaxt arasında saniyə fərqini çapa verən proqramı Python dilində yazın. Və birinci vaxtın ikinciden əvvəl gəldiyi məlumdur. Deməli, yəni saat 1:2:30, saat 1:3:20-dən əvvəl olub. Aha, bəli. O zaman belə eləyək. Burada da nümunələrdə var. Birinci saat 1, dəqiqə 1, saniyə 1 daxil edəcək.
Sonra ikinci hissədə isə saat 2, dəqiqə 2, saniyə 2 daxil edib hər birini saniyə çevirib toplayıb və ikincidən birincini çıxmalıyıq. Odur ki, gəlin burada yazıq. İlk olaraq nə yazırıq? Gəldik 114-cü sual. Bu şəkildə yazırıq. Bizə lazımdır. S1 saat 1 bərabərdir int input. Bu şəkildə yazdıq. Ctrl-C, Ctrl-V, 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 Ctrl-V. Düz sayı yazdıq mı bilmirəm, baxarıq. Saat 1, dəqiqə 1 və saniyə. Buna o zaman ST yazaq. Eyni zamanda burada yazıram. ST 2 və gəlirəm burada dəqiqə 2 və bir də saniyə 2. Artıq bizim baxsaq bu şəkildə saat, dəqiqə, saniyə, saat, dəqiqə, saniyə. Bunu yazdıq. Və ümumi olaraq biz bunu saniyə çevirsək, çünki bizdən saniyələr fərqini soruşurdu. Vaxt saniyə fərqini. Saniyə çevirməliyik və 1 saatın neçə saniyə olduğunu bilirik. Odur ki, belə yazaq. Elə başdan bu şəkildə yazaq. ST2-ni vuraq 3600-ə. Bunun üzərinə gələk. Dəqiqə 2-ni vuraq 60-a və üstünə gələk saniyə 2-ni. Bu ifadədən çıxacağıq. Hətta daha aydın olsun deyə bu şəkildə yazıram və bunu da yazmışkən printi də burada yazaq və bu şəkildə. Bunu yazdıq. Bundan isə çıxacağıq. Eyni şeyi bu şəkildə yazarıq. Saat 1 vuraq 3600. Üstə gedək. Dəqiqə 1 vuraq 60. Üstə gedək saniyə 1. Və baxdıq. Təbii ki, bunu da bağladıq. Çalışdıra bilsək və buradakı qiymətləri istəyirsə daxil edək. 7, 12, 3. 7, 12, 3 daxil edik və davamında 7, 45, 36. 7, 45 və 36 daxil edik. 2013. Burada cavab neçə idi? 2013. Deməli, bunu da düz yazmış olduq. 115-ci sual. Klaviaturadan daxil edilmiş 3 müxtəlif natural ədədin qiymətcə orta olanı müəyyən edib çap edən proqramı Python dilində yazın. Qiymətcə orta. Yəni, B-nin burada ortada gəldiyini demir. Bizə hansı ortadadırsa ona baxırıq. Deməli, burada nə deməkdir? 3, 2 ilə, belə deyək, ardıcıl yazsa 2, 3, 7. 3 qiymətcə ortada olandır. Növbəti dəfədə belə yazacağıq. 1, 2, 8 və qiymətcə ortada olan 2-dir. Bunu çıxardacaq. Bunu fərqli variantlarda yaza bilərik. Ya da yaxşısı budur ki, bu ədədləri biz yoxlayıb siyahıya atarıq və siyahıda artıq sort edib sıralaya bilərik. Məncə o daha rahat ola bilər ya da müqayisə aparmaqla da yoxlaya bilərik. Müqayisə aparsaq isə yoxlayacaq hər birini. A B-dən böyük, C-dən kiçiksə deməli A ortada olmalıdır. Yəni bunu fərqli şəkildə yenə də yaza bilərsiniz. 115-ci sual bu şəkildə yazıram. Deməli, n bərabərdir. Hətta belə bir şey yazar. S bərabərdir. 3 dənə ədəd daxil edəcəyimizə görə for i in range və burada yoxlayırıq ki 3. Deməli 3 dənə ədəd daxil edəcəyik. A bərabərdir int input. Hətta bunu birbaşa elə belə yaza bilərik. S nöqtə append int input. Daxil etdiyimiz ədədi atdıq biz S siyahısına. S siyahısını atandan sonra dövr bitdi və gəlirəm burada S nöqtə sort deyirəm. Baxaq görək biz neynədik. Print S deyirəm və bunu yoxlamağa çalışıram. Bunu bağlayaq və yenidən yoxlayaq. Mən 3 dənə ədəd daxil edirəm. 5, 9, 6. Baxırıq 5, 6, 9. 6-nı saldı. Sort elədiyimizə görə kiçikdən böyüyə doğru sıraladı. 0-cı indeks budursa 1 budur. Bizə 1 lazımdır. Qiymətcə də ortadan çıxarsın və S-in birinci indeksə duran elementini çıxarsın və salam. Bu məsələmizin həlli idi. Yenə də yoxlayaq. 15, 29 və 17. Baxdıq 17 ortada olan qiymətcə də ortada olan qiymət idi və bunu da yazdıq. 115 belə. 116-cı sual. Klaviaturadan daxil edilmiş n sətrinin mövqeyicə ən orta simvolunu çap edən proqramı Python dilində yazın. Əgər orta simvol yoxsa proqram 0 çap etsin. Bəli, deməli nümunədən görürük ki, burada simvolların sayı tək saydadırsa, ortadakı simvolu çap edəcək. Yox, simvolların sayı cüt saydadırsa, 0 çap edəcək. Bunu saxladıq else halına. Biz burada nə yoxlayacağıq və simvolları sayacağıq. Len n faiz 2 bərabərdirsə 1-ə, 2-dən bərabər. Bu zaman ekranda t-ni çıxartması üçün, amma burada 5 simvoldan ibarət olmaya bilər. Məsələn, 7 simvollardan ibarət bir ifadə ola bilər. Kitab
T yazsaq, o zaman buradan baxsaq bizə A-nı çap eləməsi lazım. Deməli biz bu simvolların sayını neçə eləyəcək? 1, 2, 3, 4, 5 səhv saydıq. 3, 4, 5, 6, 7. Len, buna da n yazsaq. Len n simvollarını sayacağıq. Bunu böləcəyik 2-yə. Baxaq görə bizə nə verir? Bu tərəfdən bölsək 5 dənə olsa, 2-yə bölsək 5-i 2-yə bölsək bizə verəcək 2 tam hissə və 7 dənə olsa 7-ni 2-yə bölsək bizə verəcək 3 tam. Bu nə deməkdir? Deməli biz buradan baxacağıq ki, əgər 0, 1, 2 bunu 2-yə böldük. Deməli ikinci indeksə duran elementi tapa biləcəyik. Burada isə nə edəcəyik? 0, 1, 2, 3. Ədədin simvollarının sayını, ədəd deyəndə yəni ümumiyyətlə ifadənin simvollarının sayını 2-yə böləndə alınan cavab onun ortadakı indeksinin qiyməti olur. O zaman da həmin o ifadəni də biz çapa verə bilərik artıq. Odur ki, gəlirik burada yazmağa. 116. En bərabərdir input. Sətir olduğuna görə bunu yoxlayırıq. Və bu şəkildə yazıram. Və deyirəm ki, if len n lenin faiz 2 bərabərdirsə 0-a, yəni 0 yazmırıq, tək yazaq. 0 elsə saxlayaq. Yəni təkdirsə, o zaman həmin elə bu len n bunu bölürük 2-yə. Bunu 2-yə böldük, amma bizdən bunu istəmir. Bizdən bu n sətrinin indeksi olacaq. O zaman burada yazacağıq ki, n sətrinin bu qiyməti. Və sözsüz ki, bundan bitməyəcək. Biz burada nə edəcəyik? Gəlirik, printi yazırıq. Print bu. Əks halda isə cütdür, yəni elementlərin sayı, simvolların sayı cütdür. O zaman da ekranda 0 versin. Baxaq görək, düz işləyirmi? Kitab yazıram, T-ni vermiş oldu. Yox, gəlirəm, bu şəkildə yazıram, 0 vermiş oldu. Yəni ki, aydın oldu. Keçək 117-ci suala. 100 ballıq sistemlə qiymətləndirilməsi 5 ballıq qiymətləndirmə sisteminə çevirən proqramı. 100 ballıq sistemlə qiymətləndirmənin 5 ballıq qiymətləndirmə sisteminə çevirən proqramı Python dilində yazın. Biz bilirik artıq burada qiymətlər necə gedir. Şagirdlər bunu xüsusən bilir. Aldığımız qiymətlər deyək ki, 80 plus 100 aralığı 81 deyirik biz. 100 aralığı 5-dir. 61 80 aralığı 4-dür və s. Bunları nəzərə alacağıq. Odur ki, gəldik burada yazmağa. 117-ci sual. 117-ci sual. Deməli, yoldaşlar, biz daxil edirik n bərabərdir int input. Bu ifadəni daxil elədik. Bu bizim hansı aralığa aid olduğunu yoxlayacaq. Burada ortalama qiymət biraz fərqli olur. Ona görə float nəzərə alacaqdım, amma normal gəlin belə gedək. If yazıram n böyükdür 80 and n kiçikdir, bərabərdir 100. Bunu böyük bərabərdir 81 yaza bilərik. Onsa bu tam ədəd olduğuna görə işləyəcək, amma məktəblərdə belə bir qiymətləndirmə var. 80-i keçdisə, yəni 81 olmayacaq, 80 tam 0,0001 olsa belə artıq o 5 sayılır deyə, ona görə 80-dən böyük yazdıq. Belədirsə, ekranda print 5 olsun, 5-i göstərsin. Bu aralıqdadırsa. Elif, gəlirəm, n böyükdür 60 and n kiçikdir, bərabərdir 80. Bu aralıqdadırsa print 4 olsun. Və bunları artıq buradan götürüb istəsəz yaza bilərik. Ctrl-V, Ctrl-V. Hər halda n böyükdür 30, kiçikdir, bərabərdir 60-dırsa 3 olacaq. 0-dan böyükdür və kiçik bərabər 30-dursa bu 2 olacaq. Bunu da yazdıqsa, hətta 0 da olsa yenə də 2-dir. Bu şəkildə yaza bilərik. Əks halda yaza bilərik. Yenə də özümüz üçün belə bir əlavə verə bilərik ki, print düzgün qiymət daxil ediniz. Bu şəkildə yazdıq. Hər halda aydın oldu. Niyə görə belə yazır? Çünki 100-dən böyük qiymət daxil olunarsa və 0-dan kiçik qiymət daxil olunarsa bu ifadəni çıxarsın. Düzdür, deyəcəksiniz ki, mənfi qiymət olmur, amma hər bir halda sadəcə else işlətmək baxımından burada yazdım. Siz bir dənə nümunə yazaq. Məsələn, mən 56 daxil edirəm, 3 çıxdı, yəni bu aralıqda olduğuna görə bunu da görmüş oldunuz. Və 117-ci sual idi. 118-ci suala baxaq.
klaviaturadan simvolların arasında boşluq olmadan daxil edilmiş sətirdə bütün simvolları eyni olub olmadığını təyin edən proqramı Python dilində yazın. Deməli, bunu necə tapa bilərik? Yenə də yoxlaya bilərik fərqli olaraq, amma rahat bu ola bilər ki, bunun tutaq ki, elə ilk simvolu götürə bilərik buradan. Məsələn, bu A. Bu A-dan neçədə nədir? Onu sayarıq. Məsələn, bu n olsa, n.count ilk yerdə duran elementi də deyək. Həmin bu n-in 0-cı indeksdə duran elementi. Bunun sayı ümumi A-ların sayına bərabərdirsə, deməli hamısı A-dır və eyni çıxacaq. Yox, o şərt doğru deyilsə, o zaman eyni deyil çıxacaq yəni. Bunu da yenə də gələk burada yazırıq. 118-ci sual. N bərabərdir int, artıq input yazacağıq, input. Və yoxlayacağım buradan if n.count həmin n-in 0-cı indeksdə duran elementlərin sayı, yəni bərabərdirsə len n-ə ümumi simvolların sayına bərabərsə, deməli bu artıq eyni olması lazımdır. Print eyni. Yox, əks haldadırsa print eyni deyil. Bunu da burada yazırıq. Eyni deyil. Neyse, unutduq. Dırnaq unutduq. Yoxlayaq, baxaq. Biz daxil edirik. Bu şəkildə. Burada neysə səhv eləmişik. Niyə? Bilmədim. Baxaq görək. n.count n-in 0-cı indeksdə duran elementlərin sayı. If n.count n-in 0-cı indeksdə duran element. Bir dəqiqə. Burada mötərizəni qoymamışıq. O zaman buna ehtiyac yoxdur. Bu şəkildə hər halda bir səhvimiz var idi. Eynidir. A-ların sayı elə içindəki elementləri ilə eyni təşkil olundu və istənilməz belə bir ifadə daxil etdik. Eyni deyil. Tapı görülmüş oldu. Deməli 118-ci sual buydu. 119-cu sual. Bəzi üç rəqəmli palindrom olmayan ədədlərin rəqəmlərinin yerini dəyişdikdə palindrom ədədə çevirmək mümkündür. Klaviaturadan daxil edilmiş tam ədəd üçün bu halın mümkün olub olmadığını yoxlayan proqramı Python dilində yazın. Ümumiyyətlə palindrom ədəd bu deməkdir. Yəni 3 rəqəmlidirsə 212. Bu tərəfdən də 212-dir. Bu tərəfdən də 212 oxunur. Təbii ki 4 rəqəmli də var. 2700 və eyni zamanda bu şəkildə yazılır. 2772. Bu tərəfdən də, bu tərəfdən. Bizdən 3 rəqəmli deyir. Palindrom olması üçün ən azı 2 rəqəmi eyni olmalıdır. Baxın burada 2, 2. Bunun düzü qarışıq da olsa, 221 olsa palindrom deyil. Amma bundan biz palindrom düzəldə bilərik axı. 2, 1, 2 yaza bilərik. Odur ki, belə düzəltmə imkanımız varsa 2 rəqəmi yoxlayacağıq. İstənilən 2 rəqəm bərabərsə, deməli bundan palindrom nəsə düzəltmək olar. Əks halda olmayacaq, bunu yazır. Təbii ki, 3 dənəsi də ola bilər. Yəni sözsüz ki, bu da palindromdur. Bildiniz? Mən ona görə ən azı deyirəm ki, ikisi uyğundursa, bunu nəzərə alaq. Nəzərə almaqdan ötürü gəlin neçənci sualdır? 119-cu sual idi. Burada yazaq. 119-cu sual. Deməli, ilk olaraq n ədədini daxil edirik. Int input. Və məsələnin əvvəlində idi. Səhv eləmirəmsə biz 3 rəqəmli ədədin rəqəmlərini tapmışdıq. Eyni qayda ilə burada da taparıq. N bölək 100 yazarıq. İlk rəqəmini taparıq. B bərabərdir n bölərik 10-a və faiz 10 yazarıq. Yəni bu şəkildə ikinci rəqəmi taparıq və davamında da üçüncü rəqəmi də təbii ki, nə edəcəyik? N faiz 10 yazacağıq. Bu da bitmiş olacaq. Deməli, A-nı, B-ni, C-ni tapdıq. Ədədin 3 rəqəmli ədədin rəqəmlərini tapdıq. İndi dedik ki, əgər A B-yə bərabərdirsə, bu palindrom düzəltmək olacaq yəni. Mümkündür yəni. İndi A B-yə bərabər olmaya bilər, amma A eyni zamanda C-yə də bərabər ola bilər. Eyni zamanda B C-yə də bərabər ola bilər. Odur ki, bunlar da nəzərə və ya, ona görə yoxlayıram, A bərabərdirsə C-yə, or B bərabərdirsə C-yə. Bu şəkildə yazdıq və belə olanda yazsın ki, print nə yazsın? Baxaq görək, nə deyirdi orada? Yes, yəqin ki, hərdən yoxdan. Neçənci sual? 119. Mümkün olub olmalıdır. Hə, mümkündür yazaq. Nə də yes olsun. Mümkündür. Əks halda artıq yaza bilər ki, mümkün deyil. Yəni no.
Print no. Bunu yazdıq və yoxlaya bilərik. Məsələn, belə bir ifadə daxil edirəm. 122. Buna yes çıxardır. Çünki 2-ni bu tərəfə keçirsə 212 və palindrom ədədi ala biləcəyik. Yox, əgər gəlirəm mən 198 yazıram, buna no çıxardır və eyni zamanda bunu da yoxlamaq istəyirsiniz və bu da onsuz da palindrom ədəddir. Bunu da görmüş olduq. 120-ci suala keçəcəyik, amma öncə bunu yazaq sonra. Deməli, yoldaşlar, yazırıq ki, Tamilla ad gününü qeyd edir. Tamilla ad gününü qeyd edir. O əlində olan pulla maksimum neçə ədəd keks ala bilər və nə qədər pulu artıq qalar? Tapşırığın həlli üçün Python-da yazılmış proqram tərtibinin pulun miqdarı və keksin qiyməti klaviaturadan daxil olunacaq. Deməli, biz qiyməti daxil edəcəyik. Pulun miqdarı, buna M yazaq, pulun miqdarı və keksin qiyməti. Elə qiymət yazaq, bəli. Təbii ki, biz nə edəcəyik? Tamil ad günü o əlində olan pulla maksimum neçə ədəd sadəcə böləcəyik. Tam hissəni və qalıq hissəni tapmaqdan ötürü gəlin yazaq, yəqin ki, aydın olacaq. İlk olaraq yazıram ki, n bərabərdir int input. Buna hətta n yazmadıq. Biz nə yazırıq? Burada elə dediyimiz kimi miqdardırsa m-dən işarə edək. N bərabərdir int input və miqdarı yazırsa qiymət də bərabərdir. Keksin qiyməti də bunu da yazırıq. Int input. Deməli, biz burada miqdarı və qiyməti daxilləmişiksə, pulun miqdarı. Təbii ki, pulu biz keksə böləcəyik. Deməli, printdə də yaza bilərik də. Print m bölək q. Bunu yazdıq. Biz artıq deyək ki, tam olan hissəni yazdıq və qalığı da tapacağıqsa, yenə də m faiz q yaza bilərik. Yəni, pulun miqdarını keksin qiymətinə böldük və bu şəkildə nəticəni alırıq. Məsələn, baxaq görək. 5 və 3 yazırıq. 1, 2. Keksin qiyməti 3'dür. Bir dənə edirik və qalıq da 2 burada qalmış oldu. Bunu qeyd eləmiş olduq. Deməli, keçə bilərik 120-ci sual idi. 121-ci suala. Klaviaturadan daxil edilmiş sıfırdan fərqli x və y qiymət əsasən a, x, y nöqtəsinin koordinat sistemində hansı rübdə olduğunu çap edən proqramı Python dilində yazın. Deməli, bu rübləri burada qeyd edəsək, birinci rüb, ikinci rüb, üçüncü rüb və dördüncü rüb. Bu da qəbul imtahanına düşən suallardan biridir. Burada yoxlaya bilərik. Təbii ki, buna x, buna y desək. Birinci rübdə x sıfırdan böyükdür. Buranı sıfır götürsək. Bu y də sıfırdan böyükdür. Əgər x sıfırdan böyükdürsə, and y sıfırdan böyükdürsə, deməli bu birinci rübdür. Əks halda əgər x sıfırdan kiçikdirsə, bunu yazacağıq. Y sıfırdan böyükdürsə və bunların hər birini nəzərə alıb rübə uyğun qiymətləri də burada qeyd edək. Bizə lazımdır x və y daxil eləmək. X bərabərdir int input, bu şəkildə yazdım. Və eyni zamanda y də bərabərdir int input, bunu da bu şəkildə yazdım. Və yoxlayacağıq artıq. If x böyüksə sıfırdan and y böyüksə sıfırdan. Burada bir dənə düzəliş edək. Böyüksə sıfırdan. Və bu şəkildədirsə print yazsın ki, nədir? 1. Birinci rüb. İndi bunu fərqli şəkildə yaza bilərik. Elə 1 yazdım. Yəqin ki, aydın oldu. Və gəlirik əks halda əgər. Əks halda əgər necə yoxlayacağıq və burada baxırıq ki, x sıfırdan kiçikdir, amma y sıfırdan böyükdür. Bunu nəzərdə alacağıq. X sıfırdan kiçikdirsə and y böyüksə sıfırdırsa, müsbətdirsə, böyüksə sıfırdırsa print 2. İkinci rübdədir. Gəlirik bura, Ctrl+C və bura yaza bilərik. Əgər bu da mənfi, bu da mənfidirsə, bunu nəzərə ala bilərik. X kiçik sıfırdırsa, y də kiçiksə sıfırdırsa, təbii ki, bunu yazırıq ki, üçüncü rüb və eyni zamanda gəlirik burada, bunu yazırıq. X sıfırdan böyükdür, amma y sıfırdan kiçikdir. Bura baxdığımız anda söhbət buradan gedir. Y sıfırdan kiçikdir, x isə sıfırdan böyükdür. O zaman bu isə dördüncü rüb olmuş olur. Şimdi bunu yazdıq. Bundan sonra yenə də yoxlaya bilərik. Əslində düzdür, sıfırdan fərqli deyil, əks halda sıfırdadır deyə. Amma məncə bu qədər də yetərli olacaq ki, məsələni yazmış olduq. 122-ci suala keçəcəyik. Bir şey qalmadı. Yekunlaşdırırıq. Baxaq görək burada nə deyirdi? Email bərabərdir və password bərabər sisteminə giriş yoxlayan proqram kodunu Python dilində yazın. Bunları yazacağıq. Email buna və parol buna bərabərdirsə, deməli düzgündür da, yəni bunu yazmış olacağıq. Eyni ifadəni yazmamız üçün gəlin burada görünsün. Bir də yazaq.
Mən yazıram E bərabərdir int input. Int niyə yazıq ki? Input və eyni zamanda password bərabərdir input. Və bizim də öncədən daxil edəcəyimiz bunlardır. Bunu öncədən daxil edə bilərik, amma elə ifin də içərisinə yaza bilərik. E bərabərdir email. Burada yazıram email at inbox.ru. Bunu yazdıq. And burada 2 bərabəri qoymağı unutmuruq. And nə yazırıq? Password də bərabərdir. Bunu yazırıq 321 ABC. Buna bərabərdirsə deməli düzgündür. Yəni ikisindən biri səhvdirsə artıq düzgün deyil. Print doğru. Əks halda yazırıq ki print yanlış. Bunu yazır. Yəni mütləq və mütləq buna doğru olarsa həm email, həm də password. Yəqin ki bu hər hansı bir şəxsi kabinetə girəndə, e-mailinizə girəndə və ya başqa sosial media hesablarınıza girəndə bunu yaşamışsınız. Ona görə bu sizin üçün daha aydın olmalıdır. Amma biz isə 123-cü suala keçid ala bilərik. 123-cü sualda oxuyaq görək nə deyir. Klaviaturadan daxil edilən həqiqi ədədin tam və kəsr hissəsini tapan proqramı Python dilində yazın. Məsələn 5,6-dırsa 5 %6 çıxır. 5,6 çıxır. Yox, bu mənfi ədəddirsə, o zaman nə edirik? Bunun tam hissəsindən 1-i çıxırıq. Burada baxın, mənfi 6-dırsa mənfi 7 olacaq. Və davamında nə edəcəyik? Həmin bu spondakini də olan qiymətdən çıxıb nəticəyə yazacağıq. Odur ki, bunu yazmağa başlayaq. Bunu böyüdürük. Və bura yazırıq neçə? 123 Python sualı bu şəkildə. Deməli, məsələyə bir daha baxsaq, burada ilk olaraq 5,6-dırsa, təbii ki, biz int daxil etdiyimiz ədəd int yox və bunu float tipində yazacağıq. Təbii ki, inputu da bu şəkildə yazdıq. Bunu bir qədər, çox böyük oldu, olsun belə. N bərabərdir float input bunu yazdıq. İndi biz daxil etdiyimiz bu ədədi yoxlamalıyıq. İlk olaraq yoxlayırıq ki, if n böyüksə 0-dan, yəni cütdür deyirəm, müsbətdirsə t bərabərdir int n yazıram. Yəni tam hissəni tapıram və sonra da q bərabərdir n çıxaq t yazıram. Bizim daxil etdiyimiz ifadədə burada baxdıq ki, nəyə tapdıq? Qalğı tapdıq burada. Burada isə tam hissəni tapdıq. Həmin bu ədəddən tam hissəni çıxanda təbii ki, bizə qalğı verdi. Əks halda isə, burada gəlirəm. Əks halda isə, yəni demək ədəd mənfidir. O zaman t bərabərdir int n. Bu şəkildə yazıram. Baxın, həmin ədədi, mənfi ədədi int n intə çevirdim və eyni zamanda 1 çıxdım. Burada da gəlirəm q bərabərdir n çıxaq t yazıram. Məsələn, mənfi daxil eləmişiksə, onun int hissəsini tapdıq və 1 çıxdı. Çünki mənfi 6,8-dirsə, tam hissəsi mənfi 6, 1 çıxanda mənfi 7. Sonra isə həmin bu n-dən t-ni çıxacağıq. N dediyimiz ifadə isə bizim daxil etdiyimiz bu ifadədir. O zaman da bu nəticəni almış olacaq. Və print, bir dənə də dəyişiklik edəcək, amma hələ ki bir dənə belə yoxlayaq. Print t-ni burada göstərirəm və eyni zamanda q-ni göstərirəm. Və baxaq görək, nə almışıq biz? Bu ifadəni çalışdırdım. Burada qiymət daxil edirəm. Nümunədə nə var deyə onu yoxlayaq. 5,6 məsələn. 5,6. Burada 5 və belə bir nəticəni görmüş olursunuz. Mənfi 6,8 daxil edəndə nə olacaq? Və bunu da yoxlayıram. Mənfi 6,8-ə daxil edəndə mənfi 7. Hər ikisi tam hissələr düzdür, amma bu bir qədər uzanır. Belə bir iş görə bilərsiniz. Round ifadəsi var. Nə edir? Həmin bu ifadəni yuvarlaqlaşdıracaq və 2 vergül deyirik. Yəni bu qədər yuvarlaqlaşdırsın. Digər o qalıqları çıxartmasın deyə və burada yenə daxil edirəm 5,6. Bu zaman 5,6 nəticəsini düzgün şəkildə görürsünüz və mənfi 6,8 idisə mənfi 7, 0,2 ifadəsini də düzgün şəkildə görürsünüz. Bu da neçənin sualı idi? 123-cü sual. 124-cü suala gəldik, çatdıq. Baxaq görək 124-cü sualda nə deyirdi? Klaviaturadan n və b natural ədədləri daxil edilir. Kvadratları b-yə tam bölünən
n'dən kiçik bütün natural ədədlərin sayını tapan proqramı Python dilində yazın. Deməli, burada da bizim n ədədimizi daxil edəcək. Bu nümunədir təbii ki. Və b ədədini daxil edəcək. B sıfırdan fərqlidir. Kvadratları, yəni 50-dən kiçik 50 daxil deyil. 50-yə qədər belə deyək, ifadələrdən, kvadratlardan 3-ə bölünənlərin sayını tapırıq. Bu nümunədir təbii ki, biz ümumi nəzərə almalıyıq və yoxlayırıq. N bərabərdir int input. Və eyni zamanda b bərabərdir int input. Bunu da yazmış olduq. Bu ifadələri daxil elədik. Bu ifadələri yoxlayandan sonra biz yoxlayırıq ki, sayımızı ilk öncə yazırıq say bərabər 0. For i in range 1-dən 50. 50 daxil deyil və bu şəkildə yoxlayırıq. O zaman 50 dediyimiz nümunədir sadəcə. Burada n yazacağıq. N 1-dən n-ə qədər bunu yazdıq və yoxlayacağıq ki, if i üssü 2, yəni kvadratı əgər faiz b bərabərdirsə 0-a, deməli bu buna bölünür və o zaman da həmin bu say plus bərabərdir 1. Say bir vahid artıracağıq. Məsələn, print say. Print sayı da burada yoxlaya bilərik. Düz yazdıq. i üssü 2 faiz b bərabərdir 0 və bunu yoxlayaq artıq. Deməli, 50 və 3 daxil etsək 16. Burada da 16 idi, bəli. Elə bunu yazdıq, 125-ə keçək. Klaviaturadan n natural ədəd daxil edib bu ədədin tək rəqəmlərinin cəmini və sayını çap edən proqramı Python dilində yazın. N natural ədəd daxil edir, tək rəqəmlərinin cəmini və sayını. Yenə də fərqli variantda yaza bilərik. Gəlirik, yazaq burada. 125.python bu şəkildə yazdıq. Və bizim n bərabərdir int input. Say bərabərdir 0-dır və cəm bərabərdir 0-dır. Bu şəkildə yazdıq. İndi burada yoxlamalıyıq ki, əgər bunu hətta while ilə yazaq istəyirsiniz, while n böyükdürsə 0 qalığı tapaq. N faiz 10. Yəni rəqəmi tapırıq. Və bu zamanda yoxlayacaq ki, if q bərabərdirsə, q faiz 2 bərabərdirsə 1-ə, yəni təkdirsə, o zaman say bərabərdir say plus 1. Cəm isə cəm bərabər cəm plus nə? Q. Və sözsüz ki, n bərabərdir n bölək onu yazırıq və print sayı və cəmi tapa veririk. Nümunələrə baxsaq, 3756 yazılıb. Baxaq görək. Bizdən nə olur? 3756. Baxırıq, bəli. 3 dənə tək rəqəm var və 15 də rəqəmlərin cəmidir. Ədədin tək rəqəmlərin cəmini və sayını, səhv bilmirəmsə mən sayını və cəmini istəsəniz bunu dəyişə bilərsiniz. Böyük bir şey deyil, amma nəticəyə uyğun olsun deyə belə dəyişərik. 126-cı sual. Klaviaturuna daxil edilmiş natural ədədin hansısa ədədin tam kub olub olmadığını yoxlayan proqramı Python dilində yazın. Əgər kubdursa, yes, əks halda deyil. Bunu bu şəkildə yaza bilərik. Yenə də yanaşmaları fərqli edə bilərik. Baxaq, belə yazaq o zaman. Deməli, 126-cı sual. 126-cı sual belə yazırıq. Deməli, bunu da bu şəkildə yaza bilərik. N bərabərdir int input dedik. Bu ifadəni bura yazdıq və a bərabərdir. Əslində buna uyğun bayaq yazmışdıq təxminən. N üstü 1 bölək 3. Kub olduğunu yoxlayırıq. 3-cü dərəcədən kökünü aldıq və baxaq görək biz nə aldıq. Print a yazırıq və bu zaman belə bir nəticə yoxlasaq. Deyək ki, biz əgər daxil ediriksə 27, 3.0 verdi və yenə də gəlirik biz 28 daxil edəndə belə bir qiymət oladı. O zaman deyə bilərik ki, əgər bu 27-nin 3-cü dərəcədən kökaltı ifadəsinin nəticəsi həmin ifadənin intinə bərabərdirsə, bu kubdur. Əks halda kub olmayacaq. Bunu yaza bilərik. Çünki bunun int hissəsi 3 edəcək. Bunu yazaq və bir məsələyə aydınlıq gətirəcəyik. Burada belə bir şey yoxlayırıq. If deyirik ki, int a ya da bunu belə yazaq. A bərabərdir. Çox fərqi yoxdur, amma belə yazmaq istədim. A bərabərdir int a print yes, yəni kubdur. Əks halda isə gəlirik buradan else print kub deyil.
kub deyil. Bunu belə yazıb yoxlamaq istəyirik. Burada baxıram, deməli, biz gəlirik 27 yazırıq, kub çıxdı. Nəticə çox gözəl və eyni zamanda 125 yazanda kub deyil çıxdı. Axı burada bir xəta var. Deməli, ilk öncə gəlin burada bunu saxlayaq. Burada qalsın və bunu da yoxlamağa çalışaq. Ctrl C deyirəm və düşürük bura. Ctrl V. Gəlin print A yazaq. Yoxlayaq görək ki, bu xəta harda oldu və xətanı araşdırmağa başlayaq. 27 yazdığımız anda burada 3.0 çıxır. Amma biz gəlib 125 yazarıqsa 4-dən belə. Nəzəri olaraq bu yazışma deyək ki, doğru görünsə də, amma gördüyünüz kimi bu şəkildə nəticə etibarilə düzgün olmur. O zaman biz buna round verə bilərik. Deyə bilərik ki, round A. Bu şəkildə də yazdığınızda baxaq görək doğru olacaqmı? 125 daxil edirəm, 5 çıxdı və eyni zamanda 27 daxil edirəm, 3 çıxdı, hər şey qaydasında. Amma bizim başqa bir ifadə 34 daxil edəndə yenə də tam bir ifadə görünür. Bunu da yuvarlaqlaşdırdı. Odur ki, bu şəkildə yazmayacağıq. Əgər biz if ilə yazacaqsa, bunu yazaq belə. A bərabərdir. Daha doğrusu elə burada yazaq. A bərabərdir. Yazmayaq əlavə olaraq. A bərabərdir. Round. Və bu şəkildə. Bunu yazdıq. Artıq ifin şərtinə diqqət edirik. Necə veririk? If deyirəm ki, əgər həmin bu daxil etdiyimiz A üssü 3 bizim aldığımız bu qiymət n-ə bərabərdirsə, artıq bu zaman bunu belə deyil, int hissəsindən deyil, bu şəkildə yoxlayacağıq. Bunun tam hissəsinin aldığı kub n ədədinə bərabər olanda bu kub olacaq. Əks halda onsuz da kub deyil, çıxmalı idi. Kub yazırıq və gəlirəm burada. Burada da S yazıram. Print. Burada da yazıram ki, kub deyil. Ən maraqlı hissə budur ki, görəsən bu kod düzgün işlədimi və yoxlayırıq. Deməli, gəlirəm 125 yazıram, kub olduğunu çıxartdı. 27 yazıram, kub olduğunu çıxartdı. 26 yazıram, kub deyil çıxartdı və bu nəticəni də burada görmüş oldunuz. İstədim ki, buna detallı izah verə bilim. Təbii ki, yenə də fərqli yanaşma edə bilərdik, amma bu üsulla yazdım. Və ən nəhayət 127-ci suala gəldi. Çevrənin mərkəzinin koordinatları x1, y1, radiusu r və hər hansı a2, x2 nöqtəsinin koordinatları klaviaturaya daxil edilir. Buna əsasən nöqtənin çevrənin üzərində olub-olmadığını yoxlayan proqramı Python dilində yazın. Deməli, bunu nəzərə alacağıq. x1, y1, x2, y2 və r-i daxil edəcəyik və bilirsiniz ki, bunun çevrənin üzərində olub-olmadığını yoxlamaqdan ötürü necə baxacağıq? Bizim x2-dən x1-i çıxacağıq, bunun kvadratı və eyni zamanda bunun üstünə gələcək y2-dən y1-i çıxacaq kvadratı və bu kökaltı ifadə şəklində. Bu aldığımız qiymət bizim daxil etdiyimiz yerə bərabər olacaqsa, deməli bu nədir? Üzərindədir. Əks halda isə üzərində deyil. Gəlin bunu da yazaq. Deməli 127-ci sual və bizim bu bölmədə sonuncu sualımızdır. Yazaq x1 bərabərdir int input. Bu şəkildə yazaq. X, hətta belə yazırıq. Y1 bərabərdir int input. Eyni zamanda x2 bərabərdir int input. Y2 bərabərdir int input. Və sözsüz ki, r də bərabərdir int input. Bunların hər birini yazandan sonra artıq biz yoxlaya bilərik. Deyə bilərik ki, bir t bərabərdir. Az öncə dediyimizi burada yazaq. x2-nin necə yazmışıq? x2 çıxaq, x1. Bunun kvadratı üstə gedək. Yenidən yazıraq. y2 çıxaq, y2 çıxaq, y1. Bunun kvadratı. Və sözsüz ki, bunları kökaltı ifadə şəklində göstərmək istədiyimizə görə belə gəlib yazacağıq. Bu da üstü 0,5. Bunu artıq yoxlayaq biz. If deyək, t bərabərdirsə r-ə, o zaman üzərindədir. Print üzərində əks halda isə üzərində deyil. Print üzərində deyil. Bu da bu şəkildə. Hər halda düzgün yazıq. Deməli, x2-dən x1-i çıxartdıq kvadratı, y2-dən y1 kvadratı.
Bunu yoxladıq və topladıq və kökaltı ifadəsini aldıq. Sonra həmin bu R-ə bərabərdirsə, bunun da qiymətini burada qeyd eləmiş olduq. Üzərində ya da üzərində deyil. Fərqli qiymətlər daxil edib bunda nəticəni görə bilərsiniz. Bizim deməli, dəyərli yoldaşlar, 127-ci sualın sonuna gəlmiş olduq. Bu suallardan da ümid edirəm ki, nələrsə əldə edəcəyik. Dəyərli yoldaşlar, hörmətli kanal izləyicilər, sizin paylaşdığımız videolara baxmanız, bəyənməyiniz və eyni zamanda oradan nələrsə öyrənməyinizdir bizi motivasiya edən. Ümid edirik ki, bu motivasiyalara davam edəcəyik və ümid edirik ki, bu videolar sizin öyrənmənizə kömək rolunu oynayacaq. Hər birinizə uğurlar, yenidən növbəti videolarda görüşənədək. Allah'a əmanət olun.